Gecə saatlarında Bakıda dron uçması ilə bağlı məlumatlar yayılıb. Bu, sosial şəbəkələrdə istifadəçilər arasında müzakirələrə səbəb olub. Yayılan videolarla bağlı hərbi ekspert Ədalət Verdiyev də paylaşım edib. O qeyd edib ki, bu gecə Bakı səmasında müşahidə olunan PUA-lar Azərbaycana aiddir. Uçuşlar paytaxtın hava məkanına nəzarət və təhlükəsizliyin təmin edilməsi məqsəd daşıyır. Daha əvvəllərdə buna bənzər uçuşlar keçirilib. Narahatlıq üçün səbəb yoxdur. Məsələ ilə əlaqədar Müdafiə Nazirliyi rəsmi məlumat yaymasa da nazirlikdən narahatlığa heç bir əsas yoxdur cavabı verilib. Ağdərədə 16-19 mart tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək. Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatçılığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq deyə Müdafiə Nazirliyindən bildirilib.